Dedik ki, bildiğiniz kimi 15-ci əsrdə Amerika qitə olaraq kəşf olunacaqdı Avropalılar tərəfindən və bu yeni dünyanın bir növ belə deyək də aşkar olunmasıydı. Lakin Avropalılar uzun müddət buranı Hindistan bildiyi üçün yerli xalqda elə Hindular adlandırılacaqdı. Amerika qitəsi kəşf olunduqdan sonra İngiltərə, İspaniya, Portuqaliya, Fransa burada daha çox koloniyalar salmaq və daha çox köç eləməyə başlamışdı. Amma bunlar içərisində İngiltərə, Fransa xüsusi seçilirdi. Hətta İngiltərə koloniyaların sayı 13-ə gəlib çatmışdı. İngilislər ilk dəfə olaraq 1607-ci ildə koloniya salırlar Amerikada. İlk koloniyalarını 1607-də salırlar. Bura adətən kimlər köçürülürdü? Bir, İngiltərə siyasi rejiminə qarşı çıxanlar, Britanlar, bir də torpaqsız kəndlilər və yaxud da müflisləşən sənətkarlar və tacirlər köçürüləcəkdi. Sonraki prosesdə bu koloniyalara hətta başqa ölkə ərazilərindən, İspaniyadan da, Portuqaliyadan da, İtaliyadan da gələnlər olacaqdı. Və beləliklə bu koloniyalar gələcək Amerika millətini və xalqını formalaşdıracaqdı. Koloniyaların sayı demək ki 13-ə gəlib çatacaqdı və bu koloniyaların hərəsinin özünə məxsus bir idarəetmə sistemi var idi. Yəni koloniyalar özünün müəssisələr məclisi var idi, orqan kimi və bir də İngiltərə qubernatorunun təyin etdiyi şəxs var idi. Qubernator müəssisələr məclisinin işinə nə qədər müdaxilə etsələr də, daxildə İngilislər, daha doğrusu bu Amerika koloniyaları öz idarəetmə orqanlarını tam şəkildə həyata keçirirdilər. Amerikanın yerli əhalisi Hindular adlandırılacaqdı. Hindularla əvvəllər vəziyyət çox yaxşı idi, yəni münasibətdə. Amma sonraki dövrlərdə Hinduların torpaqlarının ələ keçirilməsi, onları öz torpaqlarına sürgün edilməsi bir növ Hindularla gəlmələr arasında münasibətləri gərginləşdirəcəkdi. Amma bu mübarizə təbii ki, Hinduların zəif silahlanması, daxildə birliyin olmaması nəticəsində də Hinduların belə də məğlubiyyəti ilə və onların soyqırıma məruz qalması ilə də nəticələnən bir proses olacaqdı. 18-ci əsrdə, daha doğrusu 17-ci əsrdə baxdığımızda Amerikanın təbii şəraitini deyək, şimal və cənub koloniyaları var idi. Bu şimal-cənub koloniya bölünməsi var idi. Bunu bilməlisiniz şimal-cənub söhbətləri. Çünki Amerikanın sonraki dərslərində də bu şimal-cənub məsələsi önəmlidir. Şimal koloniyaları bilirsiniz, şimal iqlimə görə çox qış soyuq keçirdi və uzun müddətli keçirdi. Ona görə ora əkinə yaralı torpaqlar az idi. Orada ancaq emalatxana var idi, muz və əməyi tətbiqi var idi, sənətkarlıq sahələrinin inkişafı var idi. Hətta qul əməyindən də çox istifadə eləmirdilər, ehtiyac yox idi. Amma cənubda əkinə yaralı torpaqlar çox olduğu üçün orada plantasiyalar salınırdı və qul əməyindən daha çox geniş istifadə edilir. Amerikaya ilk qulların gətirilməsi Hollandiya gəmilərinin olacaqdı. 1619-cu ildə gətirilmişdi Holland gəmiləri ilə. Sonraki prosesdə bu koloniyalara qulların gətirilməsi daha çox artacaqdı. 18-ci əsr tarihinə baxdığımızda bilirsiniz, İngiltərənin əsas rəqibi kim idi? Fransa müstəmləkə uğrunda. 1756-1763-cü il aralığında 100 illik müharibə var. Siz keçmirsiniz onu, amma yenə də deyim. 100 illik müharibə içərisində tarixdə 7 illik müharibə dediyimiz bir dövr var. Bu 7 illik müharibə, 2-ci 100 illik müharibə sayılır bu. 7 illik müharibə 100 illik müharibənin, 2-ci 100 illik müharibə taleyini həll edən bir dövr hesab olunur. Və İngiltərə qələbə qazanır, Kanadanı işğal edir, Benqaliyanı Fransadan alır. Bu isə Amerikada müstəmləkə siyasətində İngilislərin fransızları üstələdiyi bir siyasət sayılır. Və bundan sonra İngiltərə koloniyaya qarşı münasibətdə dəyişəcəkdir. Çünki niyə dəyişir? İngiltərə Amerika koloniyalarının satış bazarı və xam mal mənbəyi kimi görülürdü. Amma Amerikan koloniyaları o vəziyyətə gəlmişdi. Artıq İngiltərədən gələn məhsula ehtiyac yox idi. Özləri hər şey istehsal edirlər. Pambıq parça, dəmir, nə bilim yazı ləvazimat, hər şey istehsal edirlər. Və İngiltərə bununla bağlı tədbirlər görməyə başladı. Birincisi nə edir? İngilis məhsullarına başqa heç bir məhsul istifadəsi olmasını qəti qadağan edir. Koloniyalara digər ölkələrin ticarət əlaqəsi saxlamaq qəti qadağan edir. Məhsullar ancaq İngiltərə gəmilərinə gətirilməlidir. Dəmir emalı, parça istehsalatı, emalatxana müəssisələrinin istehsalatı tamamilə qəti qadağan olacaq. Hətta iş oraya çatacaq ki, 1765-ci ildə möhür rüsumu tətbiq olunur. Çıxan qəzet, jurnal, hər şey, məktub rekvizitlərin üzərinə möhür rüsumu qoyulacaq. Lakin sonradan koloniyaların böyük etirazına görə möhür rüsumu ləğv olunacaqdır. Bu isə Amerika koloniyalarını qəzəbləndirəcəkdir. Kolonistlər bir müəssisə məclisi toplayacaqdı və müəssisə məclisində qərar alacaqdılar ki, İngilis mallar boykot edilsin və satılması, Amerikada satılmasının qəti qarşısı çıxsın. Boykot məsələsi biz keçmişik Hindistanda 20-ci əsrin əvvəllərindən oxşar cəhət kimi götürürsünüz. Və koloniyalar bu qərarı qəbul edir. Amma İngiltərə kolonistlərin bu
boykot müqavimətini qırmaq üçün 1773-cü ildə Boston limanına, ən böyük liman hesab olunur bu liman Amerikada. Boston limanına çayla dolu gəmi gələcəkdi ki, əhaliyə ucuz çay satsınlar və bununla da boykot qırılsın. Amerika kolonistləri Azadlıq Oğulları adlı təşkilat vardı, o çıxarılıb sizdə, amma deyim, gizli təşkilat idi. Onlar bu Amerika xalqının, kolonistlərin birliyini qorumaq üçün Boston limanına gəlirlər, oranı ələ keçirirlər və çayla dolu gəmini çayı tökürlər dənizə. Və bu isə Boston çay qonaqlığı adlandırılacaqdı. Bundan sonra İngiltərə hökuməti Amerika limanlarını bağlayır və Amerika kolonistlərin dəniz ticarətini eləməsini qəti qadağanlayır. Bu isə bir növ belədir ki, problemin ən böyük həddi idi və yığıncaq keçir yeni kolonistlər və 1775-ci ildən 1783-cü ilə kimi əhatə eləyəcək birinci İstiqlal Savaşı başlayacaq. İstiqlal Savaşında George Washington rəhbərlik eləyəcəkdi. Amerika ilk prezidenti olacaq tarixində və bu dövrdə ilk ordu komandanı idi. Və George Washington demək olar ki 75-ci ildə müharibə başlayır. 76-cı ildə isə Amerika Birləşmiş Ştatlarının yarandığı elan olunur. 18-ci əsr yaranması Amerikanın Azərbaycan xanlıqlarıyla da verə bilərsiniz, əfşarlarla da verə bilərsiniz. Yəni bu tipli bir dövlət kimi oxşayacaq kimi verirsiniz. 76-cı ildə Amerika Birləşmiş Ştatlarını yaradacaqdılar. George Washington ordu komandanı kimi hücum edir, bir növ belə deyək də, Bostonu tutur. Lakin İngilis qoşunları New York və Philadelphia'nı ələ keçirir. Amma 1777-ci ildə Saratoga döyüşündə Amerikalılar qələbə qazanacaqdı, İngilislər məğlub olacaqdı və bu qələbədən sonra Amerikanın beynəlxalq nüfuzu artacaqdı. Bundan sonra Benjamin Franklin rəhbərliyi altında Amerika Birləşmiş Ştatları Avropa elçi heyəti göndərir. Təbii ki, Avropadakı İngiltərəyə qarşı rəqiblərdən istifadə edir. Amerika Birləşmiş Ştatları Fransanı müharibəyə daxil edir. 18-ci əsrdə Amerika əsas müttəfiqi kimi silah-sursat və ordu hətta göndərir, təlimlər keçsin deyə. Sonra İspaniya, Portuqaliya, Hollandiya, hətta və bir çox dövlətlər Rusiya daxil Amerikaya qoşulacaqdı və Amerika bu müharibədə dəstəkləyəcəkdi. Və 1781-ci ildə Yorkdan döyüş olur. 1783-cü ildə artıq görür ki, çarəsi yoxdur İngiltərə. Versalda, Fransa sarayında Amerika ilə sülh müqaviləsi imzalayacaq. Versal sülhünə görə Allegan dağlanan Mississippi çayına qədər ərazilər keçir ABŞ-a və ABŞ müstəqilliyi tanınır İngiltərə tərəfindən. Kanada isə İngiltərənin mülkü kimi ABŞ tərəfindən tanınacaq. 1783-də Gənclik hakimiyyəti başa çatacaqdı. 1783-də Krımın ilhaqı, Şərqi Gürcüstanın isə Rusiya tərəfindən protektorluğa keçəcəkdi. Yəni bunları bilməlisiniz. Yəni eyni ildə baş verən hadisələr hesab ediləcək. Yaxşı. Amerika Birləşmiş Ştatlarının İstiqlaliyyət Savaşı niyə tarixi əhəmiyyətidir uşaqlar? Tarixdə ilk dəfə olaraq müstəmləkə əleyhinə qalxan bir üsyan, İstiqlaliyyət Savaşı qələbə ilə yekunlaşır və qalib gəlir, feodal qaydalara zərbə vurur və tarixdə ilk burjuaziya tipli dövlətin yaradılması hesab olunur. İkinci əhəmiyyəti nə idi? İkinci əhəmiyyəti ki, tarixdə ilk dəfə olaraq hakimiyyətin mənbəyi xalq elan edilən bir sistem yaradılır. Bu da Amerika Birləşmiş Ştatlarıdır və bunu sözdə yox, əməldə ifadə edilən bir sistem idi. Amerika Birləşmiş Ştatlarının demokratiyası. Sonra və burada Amerikanın qələbə qazanma səbəblərini deyək. Bir, Amerikanın yandırılmış torpaq taktikası, partizan müharibəsi, bir də Amerikanlılar öz ölkələrinin vətəni hesab elədikləri üçün bunu hesab edirlər. İngiltərə məğlub olma səbəbləri bu səbəblərlə bərabər saydığımız səbəblərlə bərabər. Bir də uzaqda olmasaydı müstəmləkə sistemini və ora qoşun ərzaq çatışmazlığı nəticəsində də bir növ məğlubiyyətin qaçınılmaz hesab olunacaqdı. Sonra indi gəldik Amerikan dövlət quruluşu. Amerika ştatlardan ibarətdir uşaqlar. Yəni bu gün özünə də bir ştatlar. O dövrdə ilk 13 ştat idi. O 13 koloniya özünü ştat elan edir və bu 13 ştat hərəsi ayrı-ayrı bir növ mübarizə aparmaq əvəzinə bir dövlətdə birləşmək qərarı alacaqdılar və bir dövlətdə birləşirlər və Amerika Birləşmiş Ştatları federal bir respublika yaranacaq. Amerika Birləşmiş Ştatlarının konstitusiyası 1787-ci ildə qəbul ediləcək. Konstitusiya qəbullu 1876 Osmanlı, 1889 Yaponiya, 1911-1913 Çinlə oxşar cəhət olacaq. Respublika elanı, ABŞ-ın Respublika elanı olması 1776 eradan əvvəl 509 Roma, 1649 İngiltərə, 1911-1913 Çinlə də oxşar cəhət verəcək.
Konstitusiya qəbul edilir. Konstitusiyaya görə hakimiyyət 3 qola bölünür. İcra, qanunverici, məhkəmə. Bu hakimiyyət qolları deməkdir uşaqlar. İcra orqanı Amerika prezidenti respublika olduğuna görə prezident rəhbəri başında duracaqdı. 4 ildən bir seçilirdi. Veto qoymaq hüququna malik, bunu əzbərləməlisiniz. Nöqtə və nöqtə. Çünki qəbul bu il təsadüfən qabağımıza çıxmışdı. Düzdür, əslində çox absurd bir sual idi. Çünki əzbərsiz tələb edilən bir sual idi. Bizdə də elə bir şey olmamalıdır, amma salmışlar. Nəysə. 4 ildən bir seçilirdi. Veto qoyma hüququ var idi. Xarici siyasəti əsas təkmilləşdirir, yəni istiqamətləndirirdi və bir də ordu komandanı, prezident. Qanunverici. Qanunverici orqan bildiyimiz parlamentdir. Parlamentin yaradılması İngiltərədə 1265, Fransada 1302, Osmanlıda 1876. Yəni bu tipi götürürsünüz. Yəni Yaponiyada da yəqin ki 1867-68 olar. Yəni parlament yaradılması. Orada da Yaponiya vardı. Qanunverici orqanda Senat var idi. Senat sözü 18-ci əsri Rusiyandan oxşacaq deyirsiniz. Erdəmə 753 isə Romadan oxşacaq deyirsiniz. Bir də nümayəndələr palatası var idi. Senatorlar hər ştatdan 2 nəfər seçilir. Yəni seçki yolu seçilir. Gələcəkdə xalq seçəcək bunu. Amma nümayəndələr palatasını xalq seçirdi. 2 palatadan ibarətdir. İngiltərə parlament kimi idi. İngiltərədə də Lordlar palatası var, bir də nümayəndələr palatası var. Bunlarda da yenə senatdır və nümayəndələr palatasıdır. Sonra məhkəmə. Məhkəmə hakimiyyəti qanunların konstitusiyaya uyğun olub olmadığını nəzarət eləyirdi. Qanunların konstitusiyaya belə deyək də aid olub olmadığına nəzarət eləyəcəkdir və burada hər 3 qol bir-birini yoxlaya bilər, hər 3 qol bir-birinin işinə qarışa bilərdi. Necə qarışa bilərdi? Qanunsuzluq eləyibsə qarışa bilərdi. Mən istəyirəm deyə eləyibsə qarışa bilməz. Qanunsuzluq eləyibsə. Məhkəmədə hakimlər prezident tərəfindən seçilir, belə deyək, senatorlar tərəfindən seçilir, prezident tərəfindən təsdiqlənirdi ömürlük olaraq və sistemi qururdu. 1789-cu ildə prezident seçiləcək George Washington prezident olacaqdı. 1791-ci ildə Yassı sülhünün imzalandığı ildə konstitusiya dəyişiklik ediləcəkdi. Söz, mətbuat, vicdan azadlığı ilk dəfə dəyişiklik olunur bu. Bu necə bir dəyişiklik izah edəcəksə? Söz, mətbuat, vicdan azadlığı olacaq. Bir də məhkəmənin icazəsi olmadan heç kim həbs oluna bilməz. Məhkəmənin icazəsi olmadan heç kimi ittiham eləyə bilməzsən və ya cinayəti sübut olunana qədər hər bir şəxs günahsız tipli bir termin yaranacaqdır. Roma qanunlarının bir növ təsdiqi kimidir. Burada hüquqlar haqqında bildik, bu 2791. Konstitusiya dəyişikliyi nə deməkdir uşaqlar? Yəni maddələrə, məsələn deyək ki 118 maddədir, əlavə 1-2 maddə əlavə edilməsidir. Bu konstitusiya dəyişikliyi deməkdir, yadınızda qalsın. Yəni bu forma veriləcək. 18-ci əsrin sonu Amerika Birləşmiş Ştatları iqtisadi və siyasi cəhətdən inkişaf etmə səbəbləri birincisi qitədən çox uzaqdaydı. Yəni qitə ona yaxın deyil idi. İkincisi qitədəki olan müharibələr ona qarışmırdı. Üçüncüsü münbit torpaqları və dərbi sərvətləri olması olacaq. Bu da sizin 18-ci əsr Amerikası.